Hər vaxtınız xeyir Asan TV izləyiciləri. Könüllü sən verilişi ilə biz yenidən efirdəyik. Sizinlə mən Şəbnəm Və mən Rəsul. Könüllü olmaq istəyirsiniz və bunun üçün hara və necə müraciət edəcəyinizi bilmirsinizsə, buyur Rəsul, söz səndədir. 15-26 yaş aralığında gənclər asan könüllüsü olmaq üçün müraciət edə bilərlər. Bizi sosial media platformalarımız vasitəsilə izləyə, eləcə də suallarınızı mesaj bölməsində qeyd edə bilərsiniz. Şəhər nömrəsi 444-7444-ə zəng edərək isə layihə ideyalarınızla bağlı təkliflərinizi bildirə bilərsiniz. Bir sözlə, könüllü hərəkatına qoşularaq bizimlə birlikdə irəliyə doğru daha inamlı addımlayacaqsınız əziz gənclər. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək sayəsində zəngin təcrübəyə malikdir. Bu dəfə ölkəmiz BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sessiyası COP29-a sədrlik edəcək və konfransın başlamasına sayılı günlər qalıb. Hazırlıqlar isə ən yüksək səviyyədə təşkil olunub və bu işin bir parçası isə elə gənclərimiz, daha doğrusu könüllərimizdir. Və bugünkü verilişimizdə də məhz COP29-da iştirak edən könüllərdən danışacağıq. COP29-da könüllülərin fəaliyyət istiqaməti, onların yüksək səviyyədə hazırlığının təmin edilməsi məqsədi ilə keçirilən təlimlər haqqında. Həmçinin COP29 könüllü proqramının ölkənin gələcək kadr potensialına təsiri, dayanıqlı gələcəyin təmin edilməsi istiqamətində gənclərin rolu haqqında danışacağıq. Və qonağımız COP29 Azərbaycan Əməliyyat Şirkətinin İşçi Qüvvəsi Departamentinin könüllülərlə iş sektorunun rəhbəri Adilə Əliyevadır. Salamlayırıq sizi, xoş gəlmisiniz. Xoş gördük. Dəvətiniz üçün təşəkkür edirəm. Biz təşəkkür edirik. Adilə xanım, vaxt itirmədən keçid alıram elə ilk suala. COP29 bildiyimiz kimi ölkəmizdə keçirilən ən böyük beynəlxalq tədbirlərdən biridir və sualım budur ki, könüllülərin fəaliyyəti nədən ibarətdir? Siz çox düzgün qeyd elədiniz ki, COP29 ölkədə keçirilən ən böyük rəsmi tədbirlərdən biridir və bu tədbirdə də ölkədə keçirilən bütün böyük tədbirlərdə olduğu kimi könüllülərin iştirakçılığı çox böyük bir hissə tutur. COP29-da könüllülər ümumi şəkildə qonaqların qarşılanması, onların yönləndirilməsi, suallarının cavablandırılması, təşkilatçılıqda olan hər bir yerlərdə dəstək göstərməkdir. COP29 könüllüləri həm tədbirin keçirdiyi konfrans məkanında, eyni zamanda hava limanında, nəqliyyat qovşaqlarında, otellərdə və şəhər əməliyyatlarında fəaliyyət göstərərək tədbirin həyata keçirilməsində dəstək göstərəcəklər. Bəs könüllülərin seçimi necə aparılıb və ümumilikdə COP29-da neçə könüllü iştirak edəcək? İlk olaraq onu qeyd eləmək istəyərdim ki, bu rəsmi bir tədbir olduğuna görə biz qeydiyyatı başlayanda düşünürdük ki, könüllülərin marağı bu tədbirə o qədər də çox olmaz. Lakin qeydiyyata başladığımız ilk 24 saat ərzində rekord sayda qeydiyyata imza atdıq. 9000-dən çox şəxs qeydiyyatdan keçdi və daha sonra 7 gün ərzində 16000-dən çox şəxs qeydiyyatdan keçərək COP29 könüllüsü olması üçün müraciət etdilər. Bizim seçim mərhələmiz bir neçə mərhələdən ibarət idi. Çünki əslində konfransda o qədər də böyük sayda könüllü iştirak etməyəcəkdi. Bizim ilkin seçim mərhələmiz screening mərhələsi idi ki, bizim databaza əməkdaşlarımız könüllülərin verdiyi cavablar, öz qeydiyyatdan keçdikləri zamanı sonda bizim onlara verdiyimiz 3 əsas suala hansı formatda cavab verdiklərini yoxlayırdıq və növbəti mərhələyə yalnız 10.000 nəfər könüllünü keçirdik və artıq bu 10.000 nəfər könüllü ilə biz müsahibə mərhələsinə başladıq. Müsahibə mərhələsində könüllülərə müxtəlif istiqamətlərdə suallar verilirdi. Bunlar həm COP29 barədə məlumatlılıq, həm ekoloji sahədə məlumatları varmı, eyni zamanda daha öncə hər hansı bir tədbirlərdə könüllü olublarmı və ya hər hansı bir təşkilatda könüllü olublarmı, bu istiqamətdə müxtəlif suallar onlara ünvanlayırdıq və 6 həftə ərzində keçirdiyimiz müsahibələrdə gün ərzində 250 nəfər könüllü iştirak eləyirdi və biz artıq növbəti mərhələyə, təlimlər mərhələsinə yalnız 7000 nəfər könüllü keçirdik və əlbəttə ki, təlimlər mərhələsi də bizim üçün seçimlər mərhələsinin bir hissəsi idi. Orada da aktiv iştirak edən könüllüləri onlar arasında biz seçimlər edərək tədbir müddətinə yalnız 3000 nəfər könüllünün iştirakını təmin edirik. Qeydiyyatdan keçənlər hansı yaş aralığındaydılar və ən gənc, ən yaşlı könüllünüzün neçə yaşı var? Ümumiyyətlə onu qeyd etmək istəyirəm
istəyərdim ki, COP29-da inklüzivliyə biz çox üstünlük veririk və ona görə bizim üçün hər hansı bir yaş limiti yoxdur. 16 yaşdan yuxarı olan hər bir şəxs COP29-da könüllü olmaq üçün müraciət edə bilərdi və bizim 72 yaşında könüllümüz var ki, yaşı ən yuxarı olan bir könüllüdür və yaşı ən aşağı olan könüllümüzün isə 16 yaşı var. Biz onlara uyğun olan istiqamətlər üzrə müxtəlif rollar təmin edirik və artıq bir çoxu da fəaliyyətə başlayıb. COP29 könüllülük proqramına xarici ölkələrdən müraciət edənlər də olub. Əlbəttə ki, bizim könüllülər sıramızda xarici vətəndaşlar da var. Bunlar həm ölkəmizdə təhsil alan xarici könüllülərdir, eyni zamanda xaricdən bizə müraciət edən şəxslərdir ki, onların valideynləri COP29-a gəlir və həmin şəxslər könüllü olaraq bizə müraciət edərək bu müddət ərzində könüllü kimi tədbirdə iştirak edirlər və ya sadəcə iqlim konfransına olan maraqlarına görə bizə müraciət edərək ölkəmizə gəlib tədbir müddətində bizimlə könüllü olaraq fəaliyyət göstərəcəklər. Biz beynəlxalq könüllülər üçün təlimləri, onlar üçün müsahibələri onlayn formatda təşkil etmişik. Bildiyimiz kimi Azərbaycanda bir çox könüllü təşkilatlar var. Bəs COP29-da hansı könüllü təşkilatlarından könüllülər var? Daha öncə də qeyd etdiyim kimi bizdə 16 mindən çox şəxs qeydiyyatdan keçdiyinə görə demək olar ki, bütün təşkilatlardan bizə müraciət edənlər var idi. Əlbəttə ki, üstünlük təşkil edən təşkilatlar da var. Hal-hazırda bizdə ASAN könüllüləri, Regional İnkişaf İctimai Birliyinin könüllüləri, Dost Agentliyinin könüllüləri, Formula 1 könüllüləri və digər bir çox təşkilatlarda fəaliyyət göstərən Azərbaycan könüllüləri müraciət edərək tədbirdə iştirak edir. Adilə xanım, yəqin ki, ASAN könüllüləri fəaliyyəti haqqında məlumatlısınız. ASAN könüllüləri təşkilatının istiqamətləri, fəaliyyətləri haqqında nə deyə bilərsiniz? Onu qeyd eləyə bilərəm ki, biz ASAN xidmətə daxil olduqda hər zaman könüllülərin gülər üzünü görürük. Onların fəaliyyət göstərdiyi müxtəlif tədbirlər də əlbəttə ki, hər zaman göz qabağında olub. Hətta onu qeyd etmək istəyərdim ki, biz müsahibələr zamanı da könüllülərə müxtəlif istiqamətlər üzrə suallar verdikdə ASAN könüllülərin situativ suallardan, problemli situasiyalardan çıxma bacarıqlarının çox yüksək olduğunu müşahidə etmişik. Bu da çox gözəl bir göstəricidir. Müsahibələrinizdən birində COP29 könüllülərinin fərqli istiqamətlərdə təlimlərə maraq göstərdiyini vurğulamısınız. Bir qədər bu təlimlər haqqında məlumat verərsiniz. Bizim könüllülərimiz müxtəlif əsas təlimlər həyata keçirirlər. Bunlar ümumi təlimlər və rol təlimləridir. Hansında ki, ümumi təlimlər zamanı bizim ekspertlərimiz tərəfindən onlara COP29 barədə, davranış qaydaları, BMT barədə müxtəlif məlumatlar verilir. Eyni zamanda könüllülərə müxtəlif istiqamətlərdə komanda oyunları və sual-cavablar təşkil edilir ki, biz onları bu sual-cavablar, komanda işləri zamanı yoxlayıb artıq növbəti mərhələyə keçiririk. Hansı ki, rol təlimləri mərhələsidir. Bu mərhələdə də departamentlər artıq könüllülərə öz rolları barədə müxtəlif təlimlər keçirərək tədbir müddətində hansı könüllülərlə işləmək istədiyini seçirlər. Lakin həyata keçirdiyimiz bu əsas təlimlərdən əlavə biz könüllülər üçün fərqli bir inkişaf proqramı da həyata keçiririk. Bu inkişaf proqramı çərçivəsində biz könüllülərə dayanıqlılığın 3 fərqli mövzusu istiqamətində təlimlər həyata keçirmişik. Eyni zamanda komanda işi, özünü ifadə etmə, daha sonra problemli situasiyalardan hansı formada çıxmaq lazımdır kimi müxtəlif seminar mövzularında onlara təlimlər keçmişik. Lakin bununla da məhdudlaşmadıq. Biz könüllülər üçün onlayn təlimlər də başladıq. Harda ki, dayanıqlılıq mövzuları artıq daha çox əhatə olunurdu. Eyni zamanda BMT-nin davranış qaydaları ilə bağlı hazırlanmış fərqli bir təlim proqramımız da var idi. Hansını ki, hər bir könüllümüz keçərək onlayn təlimlərin sonunda öz xüsusi sertifikatlarını da əldə etmişdilər. Onu da qeyd edeyim ki, bu onlayn təlimlərə maraq o qədər yüksək idi ki, biz daha sonra onları COP29 saytında da yerləşdirərək artıq onu hər kəs üçün açıq elan eləmişik. Hal-hazırda istənilən könüllü və ya istənilən bir şəxs COP29 saytına daxil olaraq dayanıqlılıqla bağlı olan müxtəlif təlimlərə qoşulub faydalana bilər.
Adilə xanım, təlimlər kimlər tərəfindən həyata keçirilir? Təlimlər müxtəlif ekspertlər tərəfindən həyata keçirilir. Bu, hər istiqamət üzrə fərqlidir. Ümumi təlimlər, rol təlimləri ilə bağlı könüllülərlə iş istiqamətində maariflənən ekspertlər tərəfindən bizim əməkdaşlara xüsusi təlimlər həyata keçirilib və bu təlimləri keçən əməkdaşlar artıq daha sonra könüllülərə xüsusi təlimləri həyata keçirib. Dayanıqlılıq və digər istiqamətlərdə olan təlimlər isə ekspertlər tərəfindən həyata keçirilib və onların hər biri COP29-un əməkdaşıdır. Təlimlər barədə danışmışkən onu da qeyd etmək istəyərəm ki, biz yalnız könüllülərin təlimləndirilməsinə deyil, könüllülərlə işləyən əməkdaşların da təlimləndirilməsinə xüsusi olaraq diqqət yetiririk. Bildiyiniz kimi tədbir müddətində könüllülərimiz müxtəlif departamentlərə təhkim olunur və artıq onlar könüllülərlə fəaliyyət göstərir və biz həmin departamentlərdə könüllülərlə fəaliyyət göstərəcək supervizorlara, koordinatorlara könüllülərlə iş istiqaməti üzrə fərqli bir modul təlimlər həyata keçirmişik ki, tədbir müddətində onlar da könüllülərin motivasiyasına xüsusi olaraq diqqət yetirsinlər. Bəs necə düşünürsünüz, COP29 proqramının könüllülərdə, gənclərdə rolu nədən ibarət olacaq? Yəni onların gələcək fəaliyyətində? Düşünürəm ki, əsas məqam könüllülərin dayanıqlı davranışlara inkişaf elətdirməkdir. Biz daha öncəki tədbirlərdə çox böyük tədbir həyata keçirilib və COP29 beynəlxalq tədbirinin fərqi odur ki, burada biz dayanıqlılıq prinsiplərinə xüsusi olaraq diqqət yetiririk və artıq könüllülərin hər birindən dayanıqlı davranışları öyrədirik və onlar da artıq öz çevrələrinə bu davranışlarla bağlı maariflənmələrə dəstək göstərirlər. Bizim bu istiqamətdə müxtəlif tədbirlərimiz də həyata keçirilib. Həm Bakıda, həm regionda 35-dən çox tədbirimiz həyata keçirilib. Onların hər biri həm könüllülərin maarifləndirilməsi üçün, eyni zamanda könüllülərin əhalini maarifləndirilməsi üçün keçirilən tədbirlər idi. Necə düşünürsünüz, COP29 könüllülərinin öyrəndikləri ölkəmizdə ekoloji layihələrin artmasına səbəb ola bilərmi? Əlbəttə ki, hətta biz bu istiqamətdə də müxtəlif tədbirlər və müraciətlər həyata keçirmişik. Bizim Eko-Enakton layihəmiz həyata keçirilib, harda ki, maraqlı ideyaları olan gənclər tədbirdə iştirak eləyərək öz komanda olaraq ideyalarını irəli sürüblər və qalib komandalar daha sonra seçilib və bu tədbirdən sonra da bir çox könüllümüzün bizə müraciəti olub ki, onlar da ekoloji istiqamətdə müxtəlif layihələr həyata keçirirlər və hal-hazırda da ölkədə bu istiqamət üzrə müxtəlif təşkilatlar tərəfindən tədbirlər keçirilir və öncədən daha çox müşahidə edirik ki, ekoloji tədbirlərə artıq könüllülərin marağı artıb və bu tədbirlərdə onlar daha çox iştirak etmək istəyirlər. Necə düşünürsünüz, COP29 Azərbaycanda könüllü fəaliyyətinə, könüllü hərəkatına hansısa yenilikləri gətirəcəkmi? Əlbəttə ki, çünki bu beynəlxalq bir tədbirdir və biz burada müxtəlif beynəlxalq ekspertlərlə də fəaliyyət göstərəcəyik. Könüllülər tədbir müddətində yalnız Azərbaycanlı əməkdaşlarla deyil, eyni zamanda BMT-dən olan əməkdaşlarla da fəaliyyət göstərməyə şans əldə edəcəklər. Biz hər birimiz bir zaman könüllü olmuşuq və bizlər də kimlərdənsə öyrənmişik və düşünürəm ki, bizim könüllülər də tədbir müddətində BMT-nin əməkdaşları və dəstək göstərdikləri xarici deleqatlardan öyrəndiklərini gələcəkdə digər könüllülərə də tətbiq edəcəklər, onlara da öyrədəcəklər və fikirlərini onlarla bölüşəcəklər. COP29-da iştirak edən könüllülərə fəaliyyətləri ilə bağlı hansısa sertifikat veriləcəkmi? Əlbəttə ki, biz könüllülərimizə sonda beynəlxalq sertifikat təqdim edəcəyik. Bu tədbirdə iştirak edən bütün könüllülərə təqdim olunur. Lakin onu da xüsusi olaraq vurğulamaq istərdim ki, bizim müxtəlif fəaliyyətləri, müxtəlif təlimləri keçmiş, lakin say azlığına görə tədbirdə iştirak edə bilməyəcək könüllülərimiz də var. Hansılar ki, hal-hazırda rezerv statusundadılar. Lakin bu könüllülər müxtəlif təlimlərdə və tədbirlərdə iştirak etdiklərinə görə sırf bu təlimlərdə olan iştirakına görə onlara da biz beynəlxalq sertifikatları təqdim edəcəyik. Çox gözəl. Ümumilikdə könüllülərimiz idman yarışlarında da iştirak edir, bilirsiniz və çox maraqları var bu sahəyə. Bu haqda nə düşünürsünüz könüllülərimizin bu fəaliyyəti haqqında? Düşünürəm ki, ümumiyyətlə son zamanlar, xüsusilə də 2020-ci ilin könüllülər ili elan olunduğundan sonra könüllülərin yalnız idman tədbirlərini deyil, müxtəlif istiqamətlərdə olan tədbirlərə xüsusi marağı
çox yüksək olub. İdman tədbirlərində biz əlbəttə ki, bunu daha çox müşahidə edirik. Çünki onlar həm tədbirdə iştirak edib könüllülük edirlər, amma eyni zamanda da maraqlı tədbirdə iştirak edib, özləri də yarışları izləməyə şans yaradırlar özləri üçün. Rəsmi tədbirlərdə bu biraz o formatda olmur. Burada könüllülər əyləncələri biraz daha az olur. Lakin biz inanırıq ki, bu tip tədbirlərdə də könüllülər iştirakçılardan, xarici deleqatlardan bir çox şey öyrənəcək. Adilə xanım, buradan könüllərimizə, gənclərimizə qeyd etmək istədiyiniz tövsiyəniz varmı? Var, əlbəttə ki. Hər bir könüllümüzə bu fəaliyyətdə uğurlar arzulayıram və ümid eləyirəm ki, bu onların son könüllülükləri olmayacaq. Hər zaman inkişaf etmək, hər zaman ölkəmizə, dövlətimizə töhfə verməyə çalışmalıyıq. Könüllülük yalnız gənclərə aid deyil, könüllülük hər yaş kateqoriyasından olan insanlara aiddir. Biz hər birimiz qəlbimizdə könüllüyük və ölkəmizə töhfə verməyə hazırıq. Konfrans ərəfəsində işlərinizin bu gərgin vaxtında suallarımızı cavablandırdığınız üçün sizə təşəkkür edirik. Dəvətiniz üçün mən təşəkkür edirəm. Sizə bu məsuliyyətli işinizdə uğurlar arzulayırıq. Çox sağ olun. Bax belə, hörmətli izləyicilər, qonağımız COP29 Azərbaycan Əməliyyat Şirkətinin İşçi Qüvvəsi Departamentinin könüllülərlə iş sektorunun rəhbəri Adilə Əliyeva idi. COP29 könüllülərinin fəaliyyət istiqamətlərindən danışdıq. Hörmətli Asan TV izləyiciləri, daha bir könüllü verilişinin sonuna gəldik. Hər həftə könüllü səni izlə. Sən də bu hərəkatın bir parçası ol. Hələlik.